İndi Rəcəb ayında dualar var. İnşallah burada oxuyacağıq. Amma Rəcəb ayı başlayanda əgər imkan varsa o qədər təkid olunub ki, necə Ramazan ayında cəmaət hamısı ay axtarır. Bizə buyururlar ki, imkan varsa Rəcəb ayına baxın, dua eləyin. Əgər ayı görsəniz ki, heç, inşallah dua eləyin. Görməsəniz də Rəcəb ayının birinci gecəsi və o cümlədən də birinci günü yaxşı olar bu duanı oxuyasınız. Peyğəmbər Allahın salamı olsun ona və əhl-i beytinə Rəcəb ayını gördükdə belə dua elərdi. Allahumma barik lana fi Rəcəb və Şaban. Pərverdigara, Rəcəb və Şabanda bizə bərəkət ver. Və bəlliğna şəhrə Ramazan. Bizi Ramazan ayına çatdır. Və a'inna aləs-siyam vəl-qiyam. Bu Rəcəb ayında bizə oruç tutub gecələr ibadət etməyi bizə kömək ol. Oruc oldun, sən axşam iftarı gözləyirsən. İlahi, mənə vacib deyildi ya, Ramazan ayı deyil ha. Mən Rəcəb ayını sənə xatir, bu ayın hörmətinə, rəhmətimi qazanmaq istəyirəm. Gözəl. Amma başqalarını da unutma. Gərək başqa əməllər də eləsən. Və hifzil lisan və qazzil basar. Pərverdigara, bu ayda, Rəcəb ayında dilimi qorumağı, gözümü haramdan bağlamağı mənə nəsib elə. Və la təcəl həzzənə minhul cu'a vəl ətəş. Pərverdigara, bu Rəcəb ayında bizim payımızı ilə ac qalmaq, susuz qalmaqdan başqa bir şey qərar vermə. Yəni mən ancaq bu Rəcəb ayında ac qalım, susuz qalım, ancaq bu olsun, belə olmasın ilahi.